Göygöldə təsərrüfat sahibi çarəsiz duruma düşüb. Silahlı şəxslər fermadan quzuların analarını oğurlayıb, nəticədə təsərrüfatda 70-ədək südəmər quzu anasız qalıb. Təsərrüfat sahibini indi düşdüyü ziyandan daha çox bala quzuların aqibəti maraqlandırır. Hadisə Göygöl rayonunun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən Muraz kəndli fermer təsərrüfatında qeydə alınıb. Əldə silah, maska ilə üzlərini bağlayıb təsərrüfata girən 2 nəfər hər kəsin yatdığı bir vaxtda 62 baş sağmal qoyunu oğurlayıb naməlum istiqamətə aparıb. Bununla bağlı görüntülər təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb. Təsərrüfat sahibi Mahir Tağıyev deyir ki, məsələ ilə əlaqədar Göygöl rayon polis şöbəsinə müraciət edib. İndi fermeri ən çox düşündürən quzuların aqibətidir. Hətta o quzular tələf olmasın deyə baxa biləcək kimsəyə pay verməyi də düşünür. Quzularda belə ayıq qalır burada. Quzulardan mən yedizdirə bilmirəm, qalıbdır. Kimə də lazımdır, gəlsin bu quzuları verim, aparsın, baxsın. Xahiş edirəm, kim görürsə də, kim yerini bilirsə bu quzulara yazığı gəlsin. Bizə yox bu quzulara. Mən bu quzulara görə yazığım gəlir. Bu quzulara görə ürəyim ağrıyır. 70 baş quzudur, 62 dənə də onun içində 8-i əkizdirlər. İndi çarəsizlikdən təsərrüfat işçiləri südəmər quzuları əllə yemləyir. Tezliklə quzuların anaları tapılmasa, onların sağ qalma ehtimalı azdır. Əllə yedizdirik ki, ölməsinlər də, yazığımız gəlir. Kəşki bunlar ana-bala aparardılar. Ölməz də, bu qədər quzu hayf, məhv olacaq bunlar. Kim də istəyir pay verə bilərik. Yəni ölməsin, yoxsa ölürlər bunlar. Buna bax, acıdırlar, buna bax. Göygöl rayon polis şöbəsinin əməkdaşları oğruların tapılması istiqamətində tədbirlər görür. Əhməd Məmmədov, Mədinə Niknəcat, Rüfət Bayramov, ATV xəbər.